Şəmkir rayonunda ər-arvadın mübahisəsi cinayətlər nəticələnib hadisə rayonun kəndlərindən birində baş verib. 1972-ci il təvəllüdlü Firdovsi kənddə yerləşən evdə ailə məişət zəminində yaranmış mübahisə zamanı yumruq və şillə zərbələri ilə həyat yoldaşı Suranın sifət nahiyəsinə qəsdən vurub ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı Firdovsinin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Firdovsi ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilib. O ifadəsində göstərib ki, rəsmi olaraq heç bir yerdə işləmir, günəmüst fəhlə olaraq çalışır. Barəmdə şikayət edən Sura mənim həyat yoldaşımdır. Həmin şəxslə aramızda əvvəllər normal münasibətlər olsa da 2025-ci ilin may ayından münasibətlərimiz pozulub. Bu səbəblə həmin vaxtdan etibarən yaşadığımız evin daxilində Sura ilə ayrı-ayrı otaqlarda yaşayırıq. Mən yemək və digər lazımı gündəlik ehtiyaclarımı özüm qarşılayıram deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü səhər saatlarında bacısı Nərminə ona zəng edib və yaşadığı Posanlı yaşayış massivində Şəmkir şəhərinin mərkəzi bazarına gələcəyini bildirib. Nərminə mənə yemək pişirdiyini və qardaşım Aqilin Şəmkir şəhər mərkəzi bazarında şor satan həyat yoldaşı Zoyanın yanına qoyacağını, oradan götürə biləcəyimi dedi. Saat 11 radələrində yaşadığım evdən çıxdım və bazara yollandım. Zoyadan bacım Nərminənin mənim üçün pişirdiyi yeməyi təhvil aldım. Saat 15 radələrində yaşadığım kəndə qayıtdım. Yaşadığım evə daxil olan zaman həyat yoldaşım Sura əlimdə olan yemək paketini gördü və bacım Nərminənin mənə yemək pişirdiyini başa düşdü. O qışqıraraq mənə qarşı əxlaqsız və ağla sığmaz fikirlər səsləndirdiyi üçün onun üzərinə yeridim. Sura isə qaçaraq özünə məxsus yataq otağına daxil oldu. Mən də Suranın arxasınca yataq otağına girdim. Onun üz və baş nahiyəsinə əlim ilə 3 dəfə şillə yumruq zərbəsi ilə vurdum. Həmin vaxt oğlum evə daxil oldu və bizi ayırdı deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, daha sonra öz yataq otağına daxil olub və yatıb. O əməlindən peşman olduğunu, arvadı ilə barışdığını deyib. İş üzrə zərər çəkmiş Suranın sözlərinə görə rəsmi olaraq heç bir yerdə işləmir, heyvandarlıq ilə məşğul olur. 2025-ci ilin may ayından etibarən Firdovsi ilə aramızda olan münasibət tamamilə pozuldu. Firdovsi məni güya əxlaqsız etməyi ilə günahlandıraraq haqqımda həqiqətə uyğun olmayan fikirlər səsləndirdi. Bu səbəbdən də aramızda olan münasibətlər pozuldu. Biz Şəmkir rayonunun kəndində yerləşən fərdi yaşayış evində ayrı-ayrı otaqlarda yaşayırıq deyə zərər çəkmiş ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, məlum hadisə günü saat 11 radələrində Firdovsi yaşadıkları evdən çıxaraq Şəmkir şəhərinə gedib. Saat 15 radələrində yaşadığımız evdə olarkən Firdovsi qayıtdı və məndən mobil telefonumu istədi. Mən mobil telefonumu vermək istəmədim. O, mobil telefonumu stolun üzərindən götürərək içərisində olan mobil nömrəni çıxardı və mənim telefonla danışmağımın istəmədiyini bildirdi. Həmin vaxt aramızda münaqişə yarandı. Münaqişə zamanı Firdovsi məni söyüb təhqir etdi. O, arxamca yataq otağına daxil oldu, məni yumruq və şillə zərbələri ilə vuraraq döyməyə başladı. Bu zaman yaşadığım evin çölündə oğlum Səlim səsini eşitdi. O evə girərək bizi ayırdı deyə qadın ifadəsində göstərib. Zərər çəkmiş ifadəsinin sonunda deyib ki, hadisədən sonra təqsirləndirilən şəxs ilə barışıb, hazırda ondan şikayəti və tələbi yoxdur. Şəmkir rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.